Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil vəliyyikəl fərəc. Məkasib kitabında qeybət bölümündən 25-ci dərsi oxuyuruq. Bildiyiniz kimi biz artıq bir müddətdir ki, qeybət haqqında danışırıq. Keçən dərsimizdə mərhum Şeyx Murtəza Ənsari buyurdu, əgər belə bir söz desən, filan məsələn millətdən yanıma baxıl, məsələn əxlaqsız bir nəfər gəldi. Misal vurmuşdu, ca'anil yow, məsələn ərəbiyyun. Bugün mənim yanımda bir ərəb gəldi. Məsələn, əxlaqı pis idi, özü pis idi. Bax, belə bir söz desə, bu qeybətdir, ya qeybət deyil. Mərhum şeyx buyurdu ki, bu qeybət deyil. Çünki burada ərəb deyəndə bütün ərəblərə şamildir və burada ərəblərin özündən soruşsan ki, belə bir söz desəm, narahat olarsan ya yox, deyər narahat olmaram. Ona görə də bu qeybət hesablanmır. İndi fərz eləyək ki, elə bir söz deyəsən ki, amma o insanların təkbətəkinə desən, acıqları gələr o sözü deməyə. Onda necə qeybətdir ya qeybət deyil? Buyurur, burada 3 dənə rəy var. Bir rəy budur ki, məsələn, hər ikisinin haqqında qeybətdir. Bir rəy budur ki, heç birinin haqqında qeybət deyil. Üçüncü rəy budur ki, həqiqətdə o eybin sahibinə qeybətdir, digərinə isə pislik eləməkdir. Məsələn, misalı belə olsun. Məsələn, deyirsən ki, mənim yanıma Zeydin 2 oğlanlarının biri gəldi. Zeydin 2 oğlanlarının biri gəldi. O oğlan məsələn tərbiyəsi belə idi, pis idi, əxlaqı pis idi. Ya məsələn deyirsən ki, Zeydin 2 qardaşından biri yanıma gəldi. O paxılıdır, əxlaqsız idi, başlayırsan pis deməyə. İndi burada 2 nəfərdir və bu 2 nəfərin hər birindən soruşsan, belə mən desəm acığıva gələr ya yox? Təbii ki, deyərlər acığımıza gəlir. Belə olduğu təqdirdə bu qeybətdir ya qeybət deyil, dedik 3 dənə rəy var. 3 dənə rəyi qeyd elədim, təzədən təkrar eləyirəm. Bir rəy budur ki, hər ikisinin haqqında qeybətdir. İkinci rəy budur, heç birinin haqqında qeybət deyil. Üçüncü rəy budur ki, həqiqətdə əxlaqı pis olanın haqqında qeybətdir və digərinə də pislik eləməkdir. Ona görə də mərhum şeyx buyurur və inkana beheys yəkrəhu kulluhum zikru vahidin min mubhəmin minhum. Əgər elə bir yer ola ki, məsələn, o söylədiyin adamların hər təkbətəkinin məsələn acığı gələr ki, mübhəm şəkildə, gizlin şəkildə onları zikr eləyəsən. Kəən yəqul, məsələn belə deyəsən, Əhədu İbnəyi Zeyd, Zeydin 2 oğlalarından biri. İndi burada müəyyən eləmədi hansı oğlu. 2 oğlanlarından biri. 2 oğlanlarından biri mübhəmdir. Və lakin bu oğlanların hər ikisindən soruşsan, mən belə bir söz desəm, sizin xoşunuza gələr, acığınıza, təbii ki, onların acığına gələr. Av əhədə əxəveyhi kəza və kəza. Ya məsələn deyə Zeydin 2 qardaşlarından biri belə, yəni pis sifətləri deyəsən. Fəfikovnihi ixtiyabən likulli minhuma. Bir rəy budur ki, ikisinin dalıca da bu qeybət eləməkdir. Yəni hər ikisini pisləməkdir. Niyə? Lizikrihima bima. Çünki sən onları zikr eləyirsən bir cürlə ki, yəkrəhani minə təris. Onların acığı gələr və onları mərəz eybdə qoyursan. Yəni artıq onların ikisini də
Məsələn, deyirsən ki, Zeydin oğlanların biri gəldi, iki oğlundan biri gəldi, əxlaqsız idi. Artıq cəmaatın nəzərində bunlar hər ikisi eyib mərəzindədir, eyib yerindədir. Yəni, cəmaatın zehninə gedər ki, bu oğlandır ya oğlandır. Lə ehtimali kunihi huvəl məyub. Çünki ehtimal var, bunlar hansı biri məyubdur, eyblidir və sən artıq bunları, belə deyək, o hörmətsiz bir yerə qoydun. Bu bir rəy ki, hər ikisinin dalıcı qeybətdir. Və ədəmuhu, ikinci rəy budur ki, heç birinin dalıcı qeybət deyil. Nəyə görə qeybət deyil? Deyil, ləədəmi təhtəkkə sitrəl uyub minhuma. Çünki bu iki nəfərin heç birinin eybini sən burada faş eləməmisən. Çünki fərz edək bu iki oğlunun adı, birinin adı Həsəndir, birinin adı Hüseyndir. İndi sən deyəndə nə Həsənin eybini burada faş eləmirsən, nə Hüseynin eybini faş eləmirsən. Bəs vaxtda ki, faş eləməmisən, qeybət odur ki, gizlində olan bir əməli faş eləyəsən. Kamalub qalə, necə ki, məsələn, bir nəfər deyə, əhədu əhlil bələdil filani kəza və kəza. Deyə ki, məsələn, filan şəhərin əhlinin biri bu sifətin sahibidir. Məsələn, deyirsən ki, tutalım, Moskva şəhərinin əhalisindən biri əxlaqsızdır, tərbiyəsizdir, başlayırsan pisləməyə. İndi burada sən kimin eybini burada açdın? Heç kimin eybini burada açmadın. Və mərhum şeyx buyurur və inkana fərqun beynəhuma. Baxmayaraq bu yerlərimizin fərqi var. Vurduğumuz misalla manəhnu fihimiz, bəhzimizin fərqi var. Məsələn, tutalım filan şəhərin əhlinin biri belədir. Bu misalla bizimlə manəhnu fihimizin fərqi var. Biz burada iki nəfərin haqqında danışırıq, amma bu misal isə nə oldu? Umumi oldu. Ona görə buyurur və inkana fərqun beynəhuma min cəhəti kovni manəhnu fihi muharrəmən min heysul isaa iləl müminin bi ta'rizihi lil ehtimal donəl misal. Çünki bizim manəhnu fihimiz, bəhsimiz buradadır ki, biz burada iki nəfər haqqında danışanda biz möminlərə burada pislik eləyirik və bunları gəlirik ehtimal yerində qoyuruq. Yəni, insanların onları bədəxlaqlı bilməyinin ehtimalının yerinə qoyuruq. Amma donəl misal, amma vurduğumuz misal əhədu əhlil bələdil filani kəza və kəza, o misal bunu yetirmir. Amma sadəcə ona görə misalı vurduq ki, yəni orada necə ki, şəxsin eybi açılmır, gizlindəki eybi açılmır, manəhnu fihimizdə, bəhsimizdə də elə olan misalda da burada eyb açılmır. Bəs bu ikinci rəy. Yəni, bir rəy oldu qeybət, ikinci rəy budur ki, qeybət deyil. Av kovnuhu ixtiyabən lil məyubil vaqi minhuma. Üçüncü rəy budur ki, deyərik ki, burada bu ki, deyirik Zeydin iki oğlanlarından biri gəldi əxlaqsız. İndi həqiqətdə bunların hansı əxlaqsızdırsa, onun haqqında qeybətdir və isaatu benisbəti ilə qeyrihi, amma digərinə isə pislik eləməkdir. Birinin haqqında həqiqətdə qeybətdir, o iki həqiqətdə o sifətin sahibidir, məsələn, əxlaqsızdır. Ləənnəhu hətkün benisbəti ilə. Çünki niyə? Bu, buna hörmətsizlikdir. Ləənnəhu izharun fil cümlə lə eybihi. Çünki sən fil cümlə umumi onun eybini izhar eləmirsən. Niyə? Və təqlili müşarikihi fi ehtimalil məyib. Çünki sən onun şərikinin artıq, belə deyək, bu ehtimalını burada azaltmısan. Çünki şəriki burada azalıb, iki nəfərdir də, biri əgər eyb sahibidir, digəri də artıq cəmaatın nəzərində nə olacaq? Cəmaatın nəzərində artıq yaxın olar o pis sifətə. Fəyəkunul ittila aleyhi qəribən. Artıq insanların ona xəbərdar olmağında nə olacaq? Yaxın olacaq. Çünki deyirsən, Zeydin iki oğlanların biri əxlaqsızdır. Çünki biri əxlaqsızdır, digəri də artıq bu ehtimala daha yaxındır. Və əmməl axər fəqət əsaə bi nisbəti ilə.
o həqiqətdə əxlaqsız olanın haqqında qeybət olur, amma digərinin haqqında artıq nə olur? Ona da pislik eləməkdir. Niyə? Heysu ərrazahu li ehtimalil eyb. Sən onu gətirib ehtimali eybin artıq astanasında qərar vermirsən. Artıq cəmiyyət ehtimal verəcək ki, bu da o eybin sahibidir. Onun üçün buna pislik eləməkdir, onun dalıcı qeybət eləməkdir. Yəni belə olduğu təqdirdə bu 3 dənə ehtimal var. Yenə də bu ehtimalları deyirik. Birinci rəy bu oldu ki, hər ikinin haqqında qeybətdir. İkinci rəy budur ki, heç birinin haqqında qeybət deyil. Üçüncü rəy budur ki, həqiqətdə o eyb sahibinin haqqında qeybətdir, amma digərinə isə pislik eləməkdir. Hər ikisi haram olur. Həm qeybətdir, haramdır, həm bir möminə pislik eləmək olacaq, haram və hər ikisi icazəli deyil. Xülasə belə olduğu təqdirdə mərhum şeyx buyurur burada rəylər 3-dür. Elhamdülillahi Rabbil aləmin.